Əziz TikTok izləyicilərimiz və usta yoldaşlarımız, deməli bugün tək olduğum üçün mən onu çəkə bilmirəm. Çox heyf olsun. İşlərimizi tamamladıq. Daşların hamısını bizim istifadə etdiyimiz daş bu obyektdə İbrahimoğlu'nun daşları oldu. İndi mən sizə onları göstərəcəm bir-bir. İbrahimoğlu'nun məndə 5 dənə daşı var. 45 dəri, yəni videolarımda var, bu gün paylaşarım inşallah, baxarsınız. Orada da kəsimlərin hamısının 45 istər, düz istər, 45 kəsim hamısı İbrahimoğlu'nun daşları ilə oldu. İnşallah mən də sizə göstərəm. Bu İbrahimoğlu'nun sarı daşıdır. Prosta ağzadı qalmıyor. Qəşəng kəsir bu da. Yəni keyfiyyətli kəsdi. Bu daşdır, yonma 45'də istifadə elədik. Bu da yaxşı idi. Bu da İbrahimoğlu'nun daşıdır. Bunu da yoxladıq. Bu da kəsir. Sonra bu cür daşları var bizdə İbrahimoğlu'nun. Bu da 45 həm kəsim, həm yonma. Bir də ondan lavundanın üstündə var dostlar. Siz də istəyirsiniz işiniz ideal çıxsın, o zaman İbrahimoğlu'ya müraciət edin.